Salam nənə. Salam, aleykümselam. Kitab sərgisinə gedirsiniz. Bəli, buyurun. Hardan gəlmisinizdir? Sabirabad rayonuna kitab sərgisinə görə gəlmişəm mən. Sa- Hər dəfə iştirak edirəm bu kitab sərgisindən. Maşallah, Sabirabaddan sırf kitab sərgisinə görə gəlmisiniz. Bəli. Kitab sizin üçün nədir olaraq? Kitab mənim üçün hər şeydir. Birinci, indi Peyğəmbərimiz deyir ki, elm içində də olsa adicən gedir. Maksim Gorki də deyir ki, məndə olan bütün müsbət keyfiyyətlərə görə kitablara borcluyam. Biz uşaq olanda televiziya yox idi. Evimizdə tapılmayan kitablar bizdə olurdu. Qonşularımız da yığılırdı. Kitablar oxunub müzakirə olunurdu. Atam da qəzet çap eləyirdi. Ona görə də mən uşaqlığım kitabın içərisində böyümüşəm. Kitab mənim üçün hər şeydir. Ona görə də mən uşaqlıqdan gözüm olsa kitab görmüşəm və özümü kitabsız təsəvvür eləyə bilmirəm. Cəmaət evdən çıxanda qızıl brilyantdan tapşırır. Mən də evdən çıxanda evdəkilərə deyirəm ki, mənim kitablarıma, qəzetlərimə dəyən olmasın. Müsbət enerji gəlir. Yəni telefondan da oxuyurlar, internetdən də, amma kitabın özünün o vərəqləri, kitabın özünün o qoxusu insan üçün nəsə dünya, bir dünyadır. Mənim üçün hər şeydir kitab. Çox sağ olun. Çox sağ olun, minnətdarım.